Bir evdə illərlə söz-söhbətsiz yaşamağımızın sirrini öyrənmək istəyirsiniz? Əvvəla bir-birimizin fərqliyini qəbul edirik. Mən başqa dövr görmüşəm, o başqa dövr. Bunun üstündə savaşmağa dəyməz. Bizdə gözlənti də azdır. Mən gəlinimdən öz qızım kimi davranmağını gözləmədim. O da məndən doğma anası kimi olmağıma sadəcə hörməti qoruduq və bu kifayət edir. Kiçik şeyləri böyütmədik. Ay duz biraz artıq oldu. Ay qaşıq yerində düz deyil. Eybi yox dedik. Həyat bu qədər qısa ikən xırdalıqlarla özümüzü yormadıq. Ən əsası isə xoş niyyət idi. Mən onun yaxşılığını istədim, o da mənim. Yaxşı tərəfləri gördükcə münasibətimiz daha da möhkəmləndi. İndi isə gənc gəlinlərə sözüm var. Qızlarım, qaynananı düşmən yox. Həyat yoldaşınızın anası kimi görün. Hörmətinizi əsirgəməyin. Qaynana bacılarım, gəlinlərinizdən qızınız olmağı gözləməyin. Amma ana kimi qucaq açın. Biraz güzəşt, biraz sevgi. Bax onda evlərdən mehribanlıq əskik olmaz.